Salam, hər vaxtınız xeyir. Artıq bildiyiniz kimi Dövlət İmtahan Mərkəzi tərəfindən 18 fevral tarixindən etibarən mart ayının 5-nə qədər həm ali təhsil müəssisələrinə, yəni universitetlərə, həm də 11-lik bazada kolleclərə sənəd qəbulu aktiv edilmişdi. İndi sənəd qəbulunu necə qeyddən keçmək lazım olduğunu göstərəcəm. Əvvəlki videoda mən şəxs komitə yaratmağı göstərmişdim və indi sizin şəxs komiteniz olduğu üçün artıq biz qeyddən keçə bilərik. İndi birinci növbədə 11-ci sinifdə oxuyan şagirdlər üçün qeyddən keçmək lazım olduğunu göstərəcəm. Google axtarış sisteminə Dimqovaz yaza bilərsiniz və yaxud Dövlət İmtahan Mərkəzi və ekranda çıxan elə birinci xanaya biz daxil oluruq. Görürsünüz burada birinci xanada bakalavriat 11 illik kollec, həm də 9 illik kollec üçün burada asılıbdır. Və indi biz burada bakalavriat 11 illik kollec bunun üzərindən, birincinin üzərindən vururuq. Yəni daxil oluruq biz bu hissəyə və burada görürsünüz yazıb ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbulu. Bunun üzərindən vururuq və burada məlumatlar var, məlumatları oxuya bilərsiniz. İndi biz burada giriş eləyəcəyik və burada görürsünüz abituriyentlər üçün giriş hissə var, ikinci xana. Biz abituriyentlər üçün giriş bunun üzərindən vururuq və burada bizdən istifadəçi adı soruşur. Bəzən abituriyentlər çaşıb qalır ki, istifadəçi adı nədir? Istifadəçi adı abituriyentin film kodudur. Və indi mən sizə köhnə və yeni vəsiqələrdə film kod harda olur onu göstərim. Köhnə nəsil vəsiqələrdə film kod burada işarələnmiş son 8 rəqəmindən 7-sidir. Yeni nəsil şəxs vəsiqələrində film kod buradakı identifikasiya nömrəsi yazılan budur. Bu artıq yeni vəsiqələrdir. Və bir də ən yeni vəsiqələr var. Bu son 1-2 ay ərzində verilən vəsiqələrdir. Burada da identifikasiya nömrəsi burada görürsünüz yazıbdır. Yəni bu şəkildə siz film koddan istifadə edə bilərsiniz. Biz artıq film kodumuzu bildiyimizə görə müvafiq film kodu daxil edək. Və biz burada istifadəçi adına film kodumuzu yazırıq. Təbii ki, burada hər kəs öz film kodunu daxil edir. Və biz artıq film kodu yazdıqdan sonra davam et düyməsini sıxırıq. Və burada artıq davam et düyməsini sıxanda parol gəlir. Parol biz şəxsi komitə yaradan zaman təyin etdiyimiz paroldur. Həmin parolumuzu bura daxil edək. Və daha sonra daxil ol düyməsini sıxırıq. Və biz səhifəyə daxil olanda burada belə bir xanalar gəlir və biz burada bu məlumatı bağla xanasını sıxırıq. Və burada görürsünüz 2 dənə xana var. Bunların mənasını sizə izah edeyim. Birinci xananı biz seçsək, bu yalnız 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci sınıf qrupuna gedənlər üçün. Yəni siz əgər blok imtahanına və eyni zamanda 5-ci qrupa gedirsinizsə, bu xananı seçirsiniz. Və siz birinci xananı seçməklə artıq növbəti qarşıdakı blok imtahanlarında da iştirak edə bilərsiniz. Əgər bunu seçməsəz, siz blok imtahanında iştirak edə bilməzsiniz, yaxud da ki, universitetə qəbul ola bilməzsiniz. İkinci xana isə orta ixtisas təhsil müəssisəsi, yəni kolleclərin müsabiqəsi deməkdir. Biz yalnız ikinci xananı seçsək, ancaq kollecə qəbul ola bilərik, universitetə qəbul ola bilmərik. Yəni 5-ci qrupa və ya digər qruplara gedə bilmərik. Amma bəzən görürsünüz elə abituriyentlər var ki, istəyir ki, sırf məsələn tibb kollecinə getsin, ona görə də bu xananı seçir. Amma hər bir halda mən bütün abituriyentlərə tövsiyə edirəm ki, hər iki xananı seçin. Ola bilər siz universitetə hazırlaşırsınız, amma bilmək olmaz, birdən blok imtahanda zəif necə göstərərsiniz, bal yığa bilməzsiniz, universitetə qəbul ola bilməzsiniz, olmasa kolleci qəbul ola biləsiniz. Ona görə də hər bir abituriyentə mən tövsiyə edirəm, hər iki xananı seçəsiniz. Məcburiyyət deyil, ancaq hər iki xananı seçməyi bütün abituriyentlərə tövsiyə edirəm. Və təbii ki, burada artıq abituriyentin məlumatları, yəni bölmənin Azərbaycan bölməsi olması, xarici dilin ingilis olması sistemində göstərir. Biz əgər baxırıq ki, məlumatlarımız düzdür, bütün iki xananın hər ikisini seçdik və eyni zamanda bölməmiz Azərbaycan, xarici dilimiz ingilisdir. Biz burada birbaş ərizəni təsdiq et düyməsini də vura bilərik, yaxud da ərizəni yadda saxlayın sonra təsdiq edə bilərik. Yəni heç bir fərqi yoxdur. Ərizəni birbaş təsdiq etsəz də eyni şeydir, yadda saxlayıb təsdiq etsəz də eyni prosesdir. Burada mən sizə göstərim, yəni burada siz hansısa bir dil seçə bilərsiniz və təbii ki, burada 11-ci sinif əlavə dil imtahanı seçsə, məsələn, fransız dilini seçsə, əlavə olaraq 30 manat ödəniş tələb edilir. Və görürsünüz, 30 manat siz şəxsi komitə balansına pul vurmaqla qeyddən keçə bilərsiniz. Təbii ki, bu əlavə xarici dil imtahanıdır. Və indi biz ərizəmizi yadda saxlayandan sonra ərizəni təsdiq et düyməsini görürsünüz. Burada ərizəni təsdiq et düyməsinin üzərindən vururuq və görürsünüz, 11-ci sinif olduğumuza görə bizə yazır ki, sizin ödəniş eləməyinizə ehtiyac yoxdur və biz artıq razıyam təsdiq et düyməsini vururuq. Bundan sonra ekranda belə bir xana çıxır, xidmətdən razı qalmağınızla bağlı. Əgər xidmətdən tam razısınızsa ulduz verirsiniz, yaxud da ki, hansısa bir qeydiniz varsa onu yazırsınız. Və biz öz rəyimizi verdikdən sonra 5 saniyə sonra sistem bağlanır və biz yenidən seçimə davam edirik. Və ekranda görürsünüz, bizim artıq ərizəmiz təsdiq olundu və burada bağla xanasını sıxırıq. Və burada da görürsünüz, artıq ərizəmizin təsdiq olunduğu tarix və saat göstərir. Yəni biz artıq ərizəmizi təsdiq etmişik. Biz mart ayının 9-u yaxud 15-i buraxış imtahanı iştirak edəcəyik və eyni zamanda blok imtahanı birinci mərhələsində də yenidən qeyd aktiv ediləndə qeyddən keçərək yenidən blok imtahanında iştirak edəcəyik və təbii ki,
birinci blok imtahanının qeydiyyat tarixləri Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq. Və siz burada ərizəni təsdiq edəndən sonra burada görürsünüz elektron ərizənin çap et var. Bu məcbur deyil ki, elektron ərizəni siz çap edəsiniz. Yəni bunu çap etməyə ehtiyac yoxdur. Bu sizin özünüzdə qalır. Bu artıq sizin blok imtahana gedəcəyinizi belə deyək təsdiq etmiş olur və yaxud da ki, universitetdə və yaxud da kollecdə sənəd vericisi təsdiq etmiş olur. Hər ehtimala qarşı yenə də istəyirsiniz elektron ərizəni çap et, bunun üzərindən vurub baxa bilərsiniz. Xatırladım ki, iPhone telefonlarında Safari-də bu açmır. Ona görə də Chrome-dan istifadə etməyi mən sizə tövsiyə edirəm və yaxud da kompüterdən istifadə edəsiniz. Və biz artıq ərizəmizi təsdiq etdik. Burada da görürsünüz bizim haqqımızda məlumat var, bölməmiz və digər məlumatlar. Eyni zamanda burada da görürsünüz qırmızı hərflə yazıb ali təhsil müəssisələrinə sənəd verir, yəni həm universitet, həm də ki kollec. Bu şəkildə biz artıq ərizəmizi təsdiq etmişik və buraxılış imtahanında da bütün abituriyentlərə uğur arzu edirəm. İmtahana bir həftə qalmış təxminən Dövlət İmtahan Mərkəzi buraxılış vərəqələrini çap edəcək. Bir daha xatırladıram, bu vərəqi çap etməyə ehtiyac yoxdur. Bunu skrinləyib saxlasanız elə bəs eləyir. Yəni bunu imtahana gedəndə aparmırsınız. İmtahana gedəndə məktəb tərəfindən buraxılış imtahanına görə vərəq veriləcək, onu aparacaqsınız. Yəni bunu aparmağa ehtiyac yoxdur. Və siz də öz buraxılış vərəqənizi həm məktəbə götürə bilərsiniz, həm də özünüz çap edərək iştirak edə bilərsiniz. Bütün 11-ci siniflərə uğurlar arzu edirəm. Növbəti videoda əvvəlkilərin məzunları ilə bağlı video material çəkib hazırlayacağam.